Hörmətli tamaşaçılar, Ağdamlılar çox istiqanlı və qonaqpərvər bir millətdir. Doğrudan da bizi digər bölgələrdən ayıran xüsusiyyətlərdən biri odur ki, tanımadığımız adam belə qapımızı döysə ki, mənə bir stəkan çay ver. Elə Vaqif müəllim qarışıq dəvət edəcək ki, buyur. Düz. Oradan Özünüz yaxşı bilirsiniz də keçmişdə. biz vapşı valla biz qonaqpərəs olmuşuq. Bəli. Bizi doğrudan da Yardımsevər olmuşuq. Yəni əlbəttə. həmişə kasıbın yanında, mərdin yanında Düzdür. olmuşuq. Doğrudan da Elə özümüz də mərd insanlarıq. Elə Azərbaycan xalqı mərd, cəsur, cəsarətli insanları ilə seçilir digər ölkələrdən. Bunun nəticəsidir ki, Ağdam şəhəri bildiyiniz kimi cəsur oğlanları 6000-dən çox şəhid verən Ağdamlılar indi hal-hazırda elə iki sakini də bizik ki, hansı ki öz torpağımızda rahat və belə əlimizi belimizə qoyub rahat gəzə bilirik. Niyə? Çünki bizim oğlanlarımız cəsarətli, qeyrətli, mərd oğlanlar olub ki, elə hələ 90-cı illərdə sinəsini qabağa verib düşmənlə döyüşüb. Yenə belə deyim, siz yaxşı xatırlayarsınız. Onların əlində silah olmayıb, oradan buradan nəsə tapıb döyüşə yollanıb ki, Ağdamı verməyək. silah axı yox idi ki o vaxt. Cəmaət az qaldı lapatka ilə nə bilim Dəhrə ilə. ora hücuma keçər. Nədir? Ağdamı düşmənin əlinə verməyək. Amma o vaxtki hakimiyyət O məlum məlum məsələdir. İndi ora getmək istəmirəm. Doğrudan da Azərbaycan xalqı həqiqətən də cəsur, mərd oğlanları ilə seçilən bir xalqdır. Dünya həqiqətən də heyrətə gəldi ki, 44 gün ərzində bu qədər torpaqları işğaldan biz azad elədik. Ağdamdakı bir güllə atmadan azad elədik. Azərbaycanın hər bölgəsində qeyrətli oğlanlar çoxdur. Bildiyiniz kimi 44 günlük müharibədə bütün ölkənin hər yerindən vuruşan, döyüşən oğlanlar oldu, şəhid olan oğlanlar oldu. İndi hansı bir rayona getsən, Şəhidlər Xiyabanında 44 günlük müharibədə şəhid olan şəhidlərimiz var. Çünki niyə? Doğru. Onlar məsəl üçün elə bölgələrimiz var ki, heç Qarabağla əlaqəsi yoxdur, çox uzaqdır. Məsəl üçün Quba xəritənin bir tərəfidir, Qarabağ bir tərəfi, amma elə bir milli ruh var idi ki, ölkənin hər bir yerindən, hər rayonundan, hər bölgəsindən Qarabağ üçün savaşa gedənlər oldu və özə könüllü şəkildə gedib yazılıb gedənlər oldu. O vaxtları bu müharibə gedən vaxtı bu milli ruh həqiqətən də çox yüksək idi. Siz Doğru. inanırdınız ki, bu qədər qısa müddətdə biz torpaqlarımızı azad Ona edəcəyik. heç kim inanmırdı. Çünki 30 il ərzində deyirdik, amma nə Evet. bilirdiniz də, gözləyirdik ki, o müharibə olsun və hər kəs hücuma atılsın, torpaqlarımızı işğaldan azad eləyək. Yəni gözləyirdiniz kimi Qarabağ azad olunacaq. İndi yuxu kimi adama gəlirsə, doğrudan adam özünə inanmır ki, həqiqətən də mən Ağdamda Seyid kəndində. Bəli, buradayam. Mən doğrudan da ona heç kəs inana bilməzdi. Amma min şükür ki, axır ki biz də bura gəlib çıxa bilmişik. Şükür Allaha. Elə bizim nə qədər qocalarımız oldu ki, həsrətdə qaldı. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Doğrudan da elə insanlarımız oldu, elə adamlar oldu ki, Qarabağı, Ağdamı görmədən dünyasını dəyişdilər. Amma indi onların ruhları şaddır ki, Əlbət. indi Ağdamlılar öz yurt yuvasındadılar və belə gözəllikləri burada yaradırlar. Özünüz bilirsiniz də Ağdamlılar qrup yaradan millətdir. Doğrudan da elədir. Ticarəti bilən millətdir. Əlbət, hamısı da.